Salam əziz abituriyentlər, bugün sizlərlə coğrafiya din 1-ci hissə test toplusundan bloka dəstək fən məqsədi ilə quru suları, çaylar və çaylarla bağlı məsələlərin izahını bölüşəcəm. Həmçinin də 2-ci cəhd coğrafiya fənni üzrə imtahan üçün də dərslərə qeydiyyat davam edir. Dərslərimiz qrup və fərdi olmaqla keçirilir. Dərslərlə bağlı əlaqə saxlamaq üçün 077 323 76 96 nömrəsinə yazmağınız kifayətdir və proqrama uyğun əsas imtahan suallarına uyğun özündə əks etdiriləcək dərslərimiz keçiriləcəkdir. Həmçinin də yay dərslərimizə də qeydiyyat davam edir. Dərslərimizə qoşula bilərsiniz və verilən əlaqə nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. Sualların izahına keçək. 221-ci sualdan başlayaq. Doğru olmayan fikirləri müəyyən edin. OB-Yenisey Lena çayların qidalanmasında qar və yağış suları üstünlüyü təşkil edir. Bəli, bu çayların qidalanmasında OB-Lena yaz və yayda, Yenisey çayı yay aylarında bol su olduğundan bu da qarların əriyən vaxtı və yağış yağan vaxtı bol sulu olurlar. Bu doğru fikirdir. Bizdən yanlışlar istəyir. Nil çayının hövzəsi iki işıqlanma qurşağında yerləşir. Bəli, Nil çayı tropik və mülayim işıqlanma qurşağında yerləşir. Eğri gölü tropik işıqlanma qurşağında yerləşir. Xeyr, səhvdir. Eğri gölü cənub tropik xəttindən də cənubda yerləşir. Bu da cənub mülayim işıqlanma qurşağına düşür. Amudərya və Sırdərya çaylarının mənsəbi okean səviyyəsindən aşağıdadır. Xeyr, Amudərya və Sırdərya çayları Aral gölünə töküldüyündən bu da okean səviyyəsindən yuxarıda 30-30 neçə metr hündürdə, 31-32 metr hündürdə yerləşir. Bu yanlışdır. Viktoriya gölü platformanın əyilmə zonasında yerləşir. Bəli, bu doğru fikirdir. Platformanın əyilmə zonasında yerləşir, Şərqi Afrikada. Şimali Amerika materikindən Sakit okeana tökülən çayların düşməsi çox kiçikdir. Xeyr, bu çayların düşməsi böyükdür. Bunlara Colorado, Kolumbiya çaylarını da misal göstərmək olar. Hündürdən başlayırlar ona görə. Bu da səhv olan variantlar. Yanlışlar istədiyindən 3, 4, 6-nı götürəcəyik. 222-ci suala keçək. Doğru yanlışlar istəyir bizdən. Böyük Tuzlu, Urmiya və Tuz göllərinin sahəsi yağıntıların düşməsindən asılı olaraq dəyişir. Bəli, bu doğru fikirdir. Cənub subekvatoral iqlim qurşağında çaylar iyun, iyul, avqust aylarında bol su olur. Xeyr, cənub subtropik iqlim qurşağında çaylar yayda bol su olur. Həmin cənubun da yay ayları, cənub yarımkürəsinin ayları dekabr, yanvar, fevraldır. Bu səhvdir. Az meyilli relyef və ifrat rütubətlilik batalıqların yaranmasına səbəb olur. Bəli, bu doğrudur. Yanlışlara seçəcəyik buradan. Çaylarda su anbarlarının yaradılması qulunç sularının səviyyəsinin qalxmasına səbəb olur. Bu doğrudur. Dağ çayları düzənliyə çıxdığı yerdə delta metri xeyr gətirmə qonu sözləri ilə, yəni topladıqları çınqıldı, cildi, müxtəlif qum hissəciklərini çökdürürlər. Zambezi və Limpopo çayları Hind okeanına aiddir. Bəli, bunlar Hind okeanına şərq tərəfdən axırlar, Afrikanın şərqindən. 5-ci sual səhv idi, daha doğrusu. 6-cı isə doğrudur. Bizdən də yanlışlar istədiyindən, yanlış, doğru və yanlışlar istədiyindən burada 1 və 3 götürəcəyik və bu sırada yanlış istədiyindən də 5-i götürəcək. Düzgün cavab variantımız 1, 3, 5. Çayın su sərfi ilə bağlı məsələyə keçək. Çayın su sərfi 240 metr-kub saniyə, çayın en kəsiyinin sahəsi 300 kvadrat metr olarsa, çayda suyun səviyyəsini, çayda suyun axın sürətini hesablayın daha doğrusu. Çayın su sərfi dedikdə, çayın en kəsiyinin sahəsi vurulsun, çayın sürəti başa düşülür. Burada fikir versək, su sərfi 240 verib və en kəsiyinin sahəsini isə 300. Çayın sürətini x-dən işarə eləsək, x də bərabərdir 240 bölünsün 300-ə, yəni bu da eləyir təxmin olaraq 0,8 metr saniyə olacaqdır. 224-cü suala keçək. Çayın su sərfi 720 kub metr saniyə, en kəsiyinin sahəsi 1800 kvadrat metr olarsa, çayda suyun axın sürətini hesablayın. Yenə də çayın su sərfi dedikdə, çayın en kəsiyinin sahəsi vurulsun, çayın su sərfi başa düşülür. Yəni 7200 bərabərdir 1800 vurulsun x, məsəl üçün y və yaxud da götürək. Y də bərabərdir 4 metr, 7200 yox, üzürlü sayın 720 bərabərdir 1800 vurulsun y də bərabərdir 720-ni 1800-ə bölürük. Bunlar da
ixtisar getdiyindən 1800-ə bölürük. 180-də 72, 20-də 8, yəni 0,4 metr saniyə olacaqdır. 225-ci suala keçək. Sxemdə verilmiş çayın orta meyilliyinin 0,9 metr bölünsün kilometr olduğunu bilərək çayın uzunluğunu tapın. İlk növbədə horizontallar arasında fərqə baxaq. Burada kəsmə yüksəkliyi tapaq. Fikir versək, horizontallar hündürə doğru getdiyindən bu müsbət relyef forması dağı bildirir. 300-900 arasında hündürlük fərqi 900-dən 300 çıxsaq, qalır 600. Bunlar arasında da 2 horizontal fərqi olduğundan 1, 2. 600-ü də 2-yə bölməklə kəsmə yüksəkliyimizi 300 tapırıq. Və davam eləsək, çayın 300 metrə tökülür. 300 metrdə mənsəbidir. 600, 900, 1200 metrdə də bunun mənbəyidir. Bu 1200 metr bunun mənbəyidir. Meyillik nəyə bərabərdir? Çayın düşməsi bölünsün uzunluğuna. Çayın meyilliyi demək istəyirdim. Burada da fikir versək, düşmədə mənbə ilə mənsəb arasındakı fərqdir. Yəni 1200 çıx 300 bölünsün uzunluq. Çayın da uzunluğunu bizdə verilmədiyindən bunu axtarır. Bunda x-dan işarə eləsək bərabərdir 0,9-a. Onda 9-a daha doğrusu bərabərdir. Burada 9x bərabərdir 10 vurulsun 900, x də bərabərdir, x-ə gedir 1. 100 x də bərabərdir 1000 kilometr olacaqdır. Yəni çayın uzunluğu 1000 kilometrə bərabərdir. 226-cı suala keçək. A və B çaylarının axın sürətləri müvafiq olaraq 1,8, 1,2, su sərfləri isə 630 metr-kub saniyə və 288 metr-kub saniyə olarsa, bu çayların yatağının enkəsliyinin sahələr arasındakı fərqi hesablayın. Burada fikir versək, dediyim biraz əvvəlki suallarla eyni təşkil edir. Çayın su sərfi bərabərdir enkəsliyinin sahəsi vurulsun sürəti. Yəni 630 bərabərdir 1,8 vurulsun x-a. Bir də 288 də bərabərdir 1,2 vurulsun x-a. Bunlar arasında da hündürlüyü, bunlar arasında da enkəsiklərini tapmaqla enkəsiklərinin sonra isə arasındakı fərqi tapacaq. 630-u 1,8-ə bölək. Buna da 10-a vurmaqla 6318-ə bölsək. Burada 3 dəfə 54. Burada qalır 90. 5 dəfə 350. Birinci çayımızın enkəsinin sahəsi 350. İkinci çayımızı tapaq. 288-i 1,2-yə bölək. Bu 0 atmaqla 10-a vurmaqla hər ikisini. 50-li 28-də 2 dəfə 24. 48-də 4 dəfə 240. O birisi isə 240. Və 350-dən də 240-ı çıxmaqla 110 kvadrat metr tapmış olacaq enkəsiklər arasındakı fərqi. Növbəti suala keçək. Çayın uzunluğu 1500 km, çayın mənbəyində atmosfer təzyiqi 410, mənsəbində isə 710 mm civə sütunu olarsa, çayın orta meyilliyini tapın. İlk növbədə bu təzyiq fərqlərini tapmaqla onlar arasındakı hündürlük fərqini tapaq. 710 çıx 410 bərabərdir 300 mm. Hər 1 mm yuxarı, 10 metr yuxarı qalxdıqca 1 mm civə sütunu aşağı düşdüyündən 300-ü də 10-a vurmaqla 3000 metr bunlar arasındakı fərqi tapmış olduq. Və çayın uzunluğu 1500 kilometrdir. Meyillik tapaq. Meyillik isə bərabərdir hündürlük fərqi bölünsün məsafə. Yəni hündürlük fərqi nə qədərdir bunlar arasında? 3000 metr. Məsafə də 1500 kilometr. Bu deyildir 3000-i 1500-ə böləndə 2 metr bölünsün kilometr meyilliyimiz olacaqdır. Növbəti suala keçək.
228-ci sualda deyilir A və B çaylarının axın sürətləri müvafiq olaraq 1,8, 1,2, en kəsiyinin sahələri isə 350 kvadrat metr və 240 kvadrat metr olarsa, bu çayların su sərfi arasındakı fərqi tapın. Bu əvvəlki sualımıza bənzər. Burada hazır çayların su sərfləri verildiyindən 630-dan da 288-i çıxmaqla burada da eləyəcəkdir 342 metr kub saniyəyə bərabər olacaqdır. Bunu necə eləyəcəkdir? Sürətlərini, məsəl üçün, su sərfinə vurmaqla, yəni 350 vurulsun 1,8 çıx 240 vurulsun 1,2 cavab 242 metr kub saniyə su sərfi, çayın su sərfi eləyəcəkdir. 229-cu suala keçək. Çayın uzunluğu 3500 km, orta meyilli 0,8 metr bölünsün kilometr olsa, çayın mənbəyi ilə mənsəbi arasındakı təzyiq fərqini hesablayın. Hündürlük fərqi bölünsün məsafə meyilliyimizdir. 10-8 yazırıq. Hündürlük fərqimiz verilməyib. Çayın uzunluğu verilib 3500. X də bərabərdir. Daha doğrusu tənasüb qurbanla həll etsək. Çarpaz vursaq 10x bərabərdir 3500 vurulsun 8, x də bərabərdir ixtisar getsə 350-ni də 8-ə vururuq. Bu deyilir 2800 metr və hər 10 metr yuxarı qalxdıqca atmosfer təzyiqi 1 mm civəsinə aşağı düşdüyündən də 2800-ü də 10-a bölürük və 280 mm tapılmış oluruq. Cavab 280 mm. Çayın mənbə və mənsəbi arasındakı təzyiq fərqi 455 mm civəsinə orta meyilli 0,7 metr bölünsün kilometr olsa, çayın uzunluğunu hesablayın. Yenə də burada meyilli 0,7 yazırıq. Meyilli bildiyimiz kimi hündürlük fərqi bölünsün məsafə. Hündürlük fərqi bölünsün məsafə. Civə sütunu 455 mm olduğundan hər 10 metr yuxarı qalxdıqca atmosfer təzyiqi 1 mm. Civə sütunu aşağı düşür, ona da 4550 metr arasında fərq olacaqdır. Hündürlük fərqimiz 4550, bunu burada qeyd edirik, bölünsün məsafə. Çarpaz vurmanı yenə tətbiq edək. 7 bərabərdir 4550 vurulsun ona. Bu da ixtisar getdiyindən 7 ilə 6500 kilometr çayımızın uzunluğu olacaqdır. 231-ci suala baxaq. Mənsəbi dünya okeanı olan çayın mənbəyində atmosfer təzyiqi 460 mm civə sütunudur. Çayın orta meyilliyini 0,5 metr bölünsün kilometr olarsa çayın uzunluğunu hesablayın. Dünya okeanı dedikdə burada uşaqlar yadda saxlayın. Yəni sualı biraz diqqətlə baxın. Dünya okeanı atmosfer təzyiqi 760 mm civə sütunudur. Mənbəyin isə 460, yəni bu biraz hündürdədir. 760-dan 460-a çıxırıq, qalır 300. Hər 10 metr yuxarı qalxında 1 millimetr atmosfer təzyiqi aşağı düşdüyündən sözü ona vururuq. Bu deyilir 3000 metr aradakı fərqimiz. Meyilliyimiz 10,5-dir. 10,5 meyilliyimiz. O da hündürlük fərqi bölünsün məsafə. Hündürlük fərqimiz də 3000-dir. Məsafəmizi də M-dən işarə eləsək, çarpaz vurmanı tətbiq eləyək. 5M bərabərdir 10 vur 3000-ə. M də bərabərdir 1, 2, 6000 kilometr bizim çayımızın uzunluğu olacaqdır. 6000 kilometr. 232-ci suala baxaq. Mənsəbi dünya okeanı olan çayın mənbəyində atmosfer təzyiqi 560 mm civə sütunudur. Çayın orta meyilliyi isə 0,5 metr bölünsün kilometr olarsa, çayın uzunluğunu hesablayın. Biraz əvvəlki sualla enirik. Təkcə dünya okeanı dedikdə 760 mm civə sütunudur. 760-dan 560-a çıxırıq. Qalır 200 mm. Hər 10 metr yuxarı qalxanda atmosfer təzyiqi 1 mm aşağı düşdüyündən 200-ü də ona vururuq.
2000 metr tapırıq və orta meyilliyimiz 0,5-dir. Meyillik də bərabərdir hündürlük fərqi, yəni 2000 bölünsün məsafə, o da bərabərdir 5m bərabərdir. Yəni daha doğrusu 5m bərabərdir 10 vurulsun 2000-ə. Bu da ixtisar edir 1. 2m də bərabərdir 4000 kilometr çayımızın uzunluğu olacaqdır. İzahlarımız bura qədər əziz abituriyentlər. Əgər sizə faydalıdırsa, videonu bəyənməyi və maksimum paylaşmağı unutmayın. Altdan öz fikirlərinizə yorumlar hissəsində bildirə bilərsiniz. Videonu izlədiyiniz üçün təşəkkürlər.